Salam əziz həmvətənlərim, gözəl Azərbaycan xalqım. Bugün iyulun 2-sidir, 2025-ci il. Saat düz 1-in yarısıdır gecə. Bugün gözəl günlərdən biridir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin polis günüdür. Polis günü münasibətilə sərmüqəbdən qeyrətli, namuslu Azərbaycan polislərimi ürəkdən təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzu edirəm. İşlərində müvəqqətlər arzu edirəm. Bəli, bizim keşiyimizdə duran gözəl polislərimizdir. Suda, quruda, sərhəddə, Azərbaycanımızın bütövlüyündə bugün xidmət edən Azərbaycan polisini ürəkdən təbrik edirəm. Gəlin, indi yığaq Azərbaycan Respublikamızın Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə polis əməkdaşlarını da təbrik edək. Xidmətin Sadıqova. Eşidirəm, buyurun. Salam aleyküm. Salam, buyurun. Sizinlə danışan Azərbaycan Respublikasının vətəndaşıdır. ARHD Az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktorudur. Sizin zəng vurmağımın səbəbi budur ki, hər zaman Daxili İşlər Nazirliyinə 102 qaynar xəttinə vətəndaşlar müraciət edir. Ancaq mən bugün İsmail Zalov olaraq zəng vuraraq Azərbaycan polisimizi bu peşə bayramı münasibətilə sərmüqəbdən ürəkdən təbrik etməyə zəng vurmuşam. Sizə uğurlar arzu edirəm. 102 qaynar xətti hər bir zaman həqiqətən də dinindən, əqidəsindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşlarına xidmət edir. Başda cənab nazir olmaqla Vilayət Eyvazoğlu və bütün Azərbaycan polislərini səmimi qəlbdən, ürəkdən sizləri təbrik edirəm. Siz həqiqətən də yüksək səviyyədə xidmət edin. Mən İsmail Zalov olaraq Avropa Parlamentində, Avropa İnsan Haqları Məhkəməsində də sübut etmişəm ki, Azərbaycan polisi Avropa polisinə daima nümunədir. Uğurlu xidmətlər arzu edirəm. Bir daha da bayramınızı səmimi qəlbdən, ürəkdən təbrik edirəm sizi. Sağ olun. Teşekkür ederim. Minnettarım size. Sağ olun. Buyurun. Sağ olun. Sağ olun.